Yeni bir qərar aldım və istədim ki, bu qərarı sizinlə də bölüşüm. Əvvəlcə onu deyim ki, böyük ehtimal hər biriniz vision board hazırlayırsınız. Mən vision boardumu hazırladıqdan sonra onu rəngli şəkildə çap etdirmişdim ki, hər gün gözümün qabağında olsun, məni motive eləsin. Amma təəssüf ki, gözümün qabağında yox, şkafın içinə qoymuşam və orada qalıb aylardır. Və açdım, baxdım elə belə ki, təqribi nə qədər, yəni bu vision boarddan nə qədər şeyi həyata keçirmişəm, baxmaq istədim. Sizcə nə qədər şey həyata keçirmişəm? Düşünün bir dənə. Heç nə qədər. Və ilin 6 ayını artıq başa vurmaq üzrəyik. Yəni yarım ili başa vurmaq üzrəyik və mən vision boardumdakı xəyallarım üçün addım atmamışam. Bəzilərinə addım atmağa çalışmışam, davam eləməmişəm. Ay dərs bitsin fokuslanaram, ay imtahan bitsin fokuslanaram və baxıram ki, bunların heç biri axıra qədər davam eləməyib. Hamısı yarıda qalıb ya da heç başlanılmayıb. Məni biraz demotivasiya elədi. Amma düşündüm, bu məni demotivasiya eləməli deyil. Əksinə motivasiya eləməlidir ki, mən 6 ay içində heç olmasa bu hədəflərin yarısına nail olum. Ona görə də yeni bir seri başlatıram. Seri nədir Azərbaycanca? Davamlı. Davamlılıq, davamlı video. Bir də ona baxım. Yeni bir seriyaya başlamaq qərarına gəldim. Kontent silsiləsi də yazılmışdı. Nəysə siz anladınız. İndi isə bu serini necə eləyəcəyimizdən danışaq. Əvvəlcə eləməli olduqlarım üçün ayrıca bir dəftər tutacağam və həftəlik plan çıxaracağam. Yəni bütün həftə ərzində eləmək istədiyim və eləməli olduğum şeyləri yazacağam. İkinci aşama isə həftəlik planı günlərə bölmək. 7 günlük ümumi bir planı 7 ayrı gün şəklində bölüb hər gün günlük məqsədimizi mütləq tamamlamağa sərf eləyəcəyik. Tamamladığım hər həftənin sonunda isə hesabat videosu çəkəcəm. Elədiklərim, eləyə bilmədiklərim ki, bu ancaq sos vəziyyətlərdə ola bilər. Elə bir plan qoyacağam ki, mütləq eləyim, çünki eləyə bilməsəm özüm də demotivasiya olacağam. Çalışın ilk belə böyük məqsədlər yox da kiçikdən başlayın, daha sonra böyüdərək gedin. Mən də elə eləyəcəm. Bu yolda tək məqsəd sadəcə vision boardumu tamamlamaq deyil, özümü də tapmaqdır. Ola bilər ki, bir aktivitə ya da bir peşə mənə çox cazib gəlib, amma bu peşə mənə uyğun deyil. Biz bu yolda onun mənə uyğun olub olmadığını da kəşf eləmiş olacağıq və bunu mütləq hesabat videolarında da qeyd eləyəcəm. Tövsiyələrim, məqsədlərim hamısı hesabat videolarında olacaq. Hətta mən təklif eləyərdim ki, bu silsiləyə gəlin bir yerdə başlayaq. Ona görə mənim səhifəmi izləməyi unutmayın. Yəni qısacası məqsədimiz disiplinliyimi, məqsədyönlülüyümü sabit saxlayıb 2026-nın sonuna qədər vision boardun ən azı yarısını həll eləməkdir.